Konuşma galiba. Sizi de kanınıza belanı. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Fars'ta seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolar alışlarına yaşıyor. 2024-cü il martın 14-də 102 mərkəzinə zəng edən vətəndaş Sənan Əhmədzadə Tbilisi prospekti 31/66 ünvanında bıçaqlanma hadisəsi olması barədə məlumat verib. Ağır yaralanan 1992-ci il təvəllüdlü Pünhan Fərzallı Respublika Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə çatdırılsa da, həkim müayinə edib artıq onun keçindiyini bildirib. Şübhəli şəxs qismində Cəllabad rayon sakini 1999-cu il təvəllüdlü Şahlar Ağayev saxlanılıb. 2024-cü il martın 14-ü saat 13:54-də Respublika Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə 1992-ci il təvəllüdlü Pünhan Fərzallı gətirilib. Lakin növbətçi həkim müayinə edərək artıq onda həyat əlamətlərinin olmadığını bildirib. 27-ci polis şöbəsində tərtib olunan raporta əsasən saat 13:59-da vətəndaş Sənan Əhmədzadə 102 mərkəzinə zəng edərək Tbilisi prospekti 31/66 ünvanında bıçaqlanma hadisəsi baş verməsi barədə məlumat verir. Baxış keçirilməsi protokolundan görünür ki, hadisə inzibati binanın qəbul otağının qarşısında baş verib. Şöbənin heyətində qırmızı rəngli Toyota markalı avtomobilə baxış keçirilərkən qapıların, oturacaqların, təhlükəsizlik kəmərinin və ayaqaltılarının üzərində qan ləkələrinin bir ədəd açılıb bağlanan qara rəngli bıçağın olması müəyyən edilib. Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Pünhan Fərzallının ölümünə ürəyin yaralanması nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Səbalı rayonunda yerləşən çörək və un məmulatlarının hazırlaması ilə məşğul olan şirkətdə çörəkçi vəzifəsində işləyib. Martın 12-sində həmin müəssisədə işləyən Pünhan Fərzallı ilə aralarında yaranmış mübahisə zamanı sonuncu onun göz nahiyəsinə yumruqla zərbə vurub. Bundan xəbər tutan şirkətin rəhbərliyi tərəfindən bir daha mübahisə etməmələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Pünhan aralarındakı narazılığı aydınlaşdırmaq məqsədi ilə onu Qara metro stansiyasının yanına görüşə çağırıb. Amma həmin yer onun üçün uzaq olduğundan Şahlar Ağayev Yasamal rayonu ərazisində görüşməyi təklif edib. Martın 14-ü saat 13 radələrində Azərsu Açıq Səhmdar Cəmiyyətinin qarşısında Pünhan Fərzallını gözləyib. Pünhan görüş barədə yaxın münasibətdə olduğu Elmar Məlikzadəyə, həmçinin qohumları Cavid Elvin və Coşquna məlumat verib. Elmarın idarə etdiyi Toyota markalı avtomobillə ora gələn Pünhan Şahlara maşına yerləşməsini bildirib. Söhbət etmək üçün Tbilisi prospekti 31/66 ünvanında yerləşən inzibati binanın qarşısına gəliblər. Maşından düşəndən sonra 2 gün əvvəl aralarındakı mübahisədə kimin haqlı olub-olmadığını aydınlaşdırarkən aralarında yenidən münaqişə yaranıb. Pünhan və yanında olan şəxslər Şahları döyüblər. Onun sol qulağını bıçaqla kəsərək halsız vəziyyətdə yolun kənarında qoyub hadisə yerindən uzaqlaşmaq istəyiblər. Bu zaman yerdən ayağa qalxan Şahlar üzərindəki bıçağı çıxarıb maşına yaxınlaşıb. Avtomobilin sağ qapısını cızıb, sonra qabaq sağ qapını açıb, Pünhanın döş qəfəsinə və bud nahiyəsinə zərbələr endirib. Xəstəxanaya aparılarkən Pünhan Fərzallı kəskin qan itirmədən yolda keçinib. Bu hərəkəti ilə Şahlar Ağayev zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Şahlar Ağayev bildirib ki, eyni şirkətdə çalışsalar da Pünhan Fərzallı ilə yaxın münasibəti olmayıb. Günlərin bir günü iş geyimini dəyişmək üçün otağa keçəndə Pünhanın da paltarlarını dəyişdiyini görüb. Əlini Pünhanın çiyninə qoyaraq yanından keçmək üçün icazə alıb. Pünhan isə uca səslə toxunma mənə söyləyib. Onun cavabını normal qarşılayaraq iş yoldaşları olduğunu, narahatçılıq verdisə üzürlü saymasını bildirib. Bundan sonra
Pünhan dəfələrlə ona sataşıb, amma o ortada böyləsi bir hal olmadığından çalışıb əhəmiyyət verməyib. Bir dəfə paltarlarını dəyişəndə içəri girib qəsdən onun çiyninə zərbə vurub. Əgər ürəyində hansısa anlaşılmazlıq qalıbsa, mən yenə də üzr istəyirəm söyləsə də, Pünhan onunla ümumiyyətlə danışmağa layiq olmadığını deyib, üzərinə gələrək onu divara sıxıb və boğazından tutub. Onun sağ gözünə yumruqla zərbə vurduqda özünü müdafiə etmək üçün ona cavab qaytarıb. Hadisə ilə əlaqədar rəhbərliyin otağında yazdığı izahatda Pünhanla aralarında problem olmadığını göstərib ki, hər ikisini işdən çıxartmasınlar. Bir müddətdən sonra Pünhan zəng edərək Qaraqarayev metrosunun yanına gəlməsini deyib. O isə cavabında yorğun olduğunu və gəlməyəcəyini bildirib. Amma Pünhan ondan əl çəkməyib. Belə olan təqdirdə ona yaşadığı Alatava ərazisində görüşə biləcəklərini deyib. İş yoldaşı bununla razılaşıb. Çayxananın qarşısında dayananda Pünhanın qırmızı rəngli avtomobillə gəldiyini görüb. Salamlaşaraq yanındakı qardaşın kim olmasını soruşub. Pünhan başqa yerə getməsini və yanındakı şəxsin taksi sürücüsü olduğunu bildirib. O avtomobilə əyləşib. Yolda Pünhan onunla aqressiv danışmağa başlayıb. Ondan dəfələrlə üzr istəyib. Avtomobili saxlamasını söyləsə də sürücü maşını saxlamayıb. Tıxacla əlaqədar sıxlıq yarandığından dərhal avtomobildən düşüb. İctimai yerdə ona heç nə etməyəcəyini düşünüb. Arxadan gələn Pünhan sağ çiyninə əl atıb və cibindən bıçağı çıxarıb. Həmin vaxt başına güclü zərbə deyib. Düşünür ki, həmin zərbə 5 barmaqla vurulub. Yerə yıxılıb. Bacardığı qədər özünü bıçaq zərbələrindən qorumağa çalışıb. Qulağını kəsiblər. Kirayə qaldığı evdə mətbəxdə bıçaqdan istifadə edəndən sonra onu adətən geyinmədiyi gödəkçəsinin cibinə atıb. Görüşə gələndə həmin gödəkçəni təsadüfən geyinib. Maşından düşüb uzaqlaşmaq istəyəndə bıçağa əl atmayıb. Pünhanla gələn şəxsləri tanımır. Həmin an nə baş verdiyini xatırlamır. Daş axtaranda yerdə gözünə bıçaq sataşıb. Pünhanın öldüyünü şöbədə bilib. Baş verən hadisə, yəni aramızda bir mübahisə olmuşdu, bir-birimizə əl təması olmuşdu. Həmin əl təmasından sonra mübahisənin düşdüyü insan mənə yığdı ki, bəs mən olduğum ünvana gəl, mənə var-varda cavab verdi, sən niyə belə dedin, aramızda niyə mübahisə düşür? Mən yenə getmədim, sənki açmadım, yəni dedim, müzik haqqda olar, hər şey mənə başlayar. Kimlə olmuş mübahisəniz? Pünhan adlı şəxs. Adlı soyadı nədir? Soyadı tanımırsın. Adı Pünhandır. Sonra onlar yenə mənə zəng edilər. Bəs qorxursan, hədələyici sözlərlə, ya da adamın qüruruna toxunan sözlərlə ki, bəs haradasan? Mən dedim, Alatava ərazisindəyəm. Ev oldu, gəldilər. Mən də gəldim ora. Qarar rəngi bilməyim, bir markalı avtomobil idi. Sükan arasında onu tanımadım, amma özü sağ tərəfdə yerləşmişdi. Harada görüşdünüz? Görüşdüyümüz yerin ərazisi Svetofor tərəf idi. Svetofor tərəf. Həmin an oturdum maşına oturanda hədələməyə başladı. Sənə belirləyəcəm, filan yerə girəcək, filan yerə. Yenə mən orada üzrxahlıq elədim. Dəfələrlə üzrxahlıq elədim ki, hamının içində də üzrxahlıq eləyərəm. Bu yol yəni ki, meyvancıda geçsin. Yəni biraz maşınla ilerləyəndən sonra düşdük. Biraz yolun qırağına apardıq, çəkildik. Pünhan mənə əl atdı, bir-birimizlə mübahisə gedəndə hamı bürüdü mənim. Ətrafımdan, başımdan söyüş-söyə özümə var. Kimləri dolar, neçə nəfər etdi? O an ətrafım sağ-solum çox idi, bir sayılanı deyə bilməzdim ki. Əvvəlcən görmüşdün amma? Əvvəlcən heç beni görməmişdim. Yəni yıxıldım bir yerə, başıma zərbə, sonra Pünhanlı şəxs qulağıma bıçaq çıxardaraq üstümə gələn bir-iki dəfə yayındım əlindən, qulağımın arxasından kəsərək üzümə söyüş-söyrək qaçdılar və yenə mübahisə başladı, yenə qayıtdılar həmin dəqiqə hamısı üstümə cümaraq. Sonra mən də həmin anda komandaşda idim, biraz başım travmalı idi, söyüşlərin təsiri altında oldum. Özümü müdafiə məqsədi ilə maşına cızıq atanmamı, ki maşından azığım çıxıb, üzməli... Başqa cızığı nə atırdınız? Bıçaq vasitəsini. Bıçaq, təsvir edə bilərsiniz. Mənə bıçaq idi,
özünde böyük bıçaq idi. Öz günahlı şəxslərə böyük boz bıçaq, qərqlər, pərəsində məndə qara bıçaq idi, balaca. O bıçağı da kim, yəni dedim, tək gitmə, birdən yəni, çıxardıb qorxucunlanmaq istədiklə üzümdə istifadə edim. Yəni, kimsə yaralamaq, öldürmək məsələ deyil. Maşına cız atanda əlim həmin moment bu moment idi. O da görmədi, bıçağı görmədi. Üzərimə qarşı qaçanda bıçaq ona dəydi. Yəni, o an bıçaq üzərində qaldı. Hadisə belə yəni. Bıçaq üzərində qalandan sonra nə baş verdi bəs? Ondan sonra yəni mən özümdə olmadım da. Onu apardılar harasa yoxsa? Apardılar bəli, maşına mindilər. Biraz ilərlərdilər, mən də Maşına minən zaman üstündə də bıçaq. balalı yəni. Maşın nə rəngdə idi bəs? Maşın rəngi qırmızı rəngə yetişir, hesab edirəm. Hal-hazırda biz həmin yerə getsək, ilkin görüşdüyünüz ilə o svetofor adlanan Ləvəncə restoranı, orada təsvir edə bilərsiniz. Onun dediyi yerə getmədim. Həmin şəxsin adını bir də təkrarlaya bilərsiniz. Bir şəxs idi. Sonra o mənə yenə girdi. Qorxursan, həmdəlirsən, belə bir sözlər. Sizə nə vaxt olmuşdu? Dünən səhər Aynı tarixin zəhmət oldu. mən həmin dəqiqə oturdum maşına. Biraz Hansı markalı avtomobilə gəlmişdi o bura? Pius marka avtomobil. Növbəti xatırlayırsınız. Maşında kimlər var idi? Maşında tanımadığım bir şəxs idi. Sağ tərəfində bina idi. Dükan arxasında tanımadığı şəxs idi. Oradan sonra nələr oldu? İlerlediğim maşından biraz Hansı istiqamətdə irəlilədi? üstüne Sağlığın kimin çıxartdığını gördünüz? Sağ necə təsvir edə bilərsiniz? Sağ bol tutardı. Qıraqları təzdir. Geçək Sağı çıxartdıqdan sonra sizə fəsadə etməyə başladı. yani yere yıkıldığında karşıya düştü. Adam Ana yaşamışdı? halini koymuş. Hansı tərəfə getdilər ola? Göstərə bilərsiniz? Mən göstərəm. İstedim maşına xəsarət yedirəm. Şundan ayrışat üstünə qaçaraq. Həmin zaman onlar hansı istiqamətdə başladılar? Onlar üzü Maşına tərəf başladılar. Artıq maşına əyləşmişlər yoxsa necə bu barədə məlumatlar yox? maşın Tuhan maşındaydı. Bəli, tamam. Tuhan maşını hansı istiqamətdə durmuşdu? Sağ tərəf qabaqda durmuşdu. Qabaq saxlar. Siz
siz nə elədiniz? Mən də sağ tərəfdə alanın maşınlar, çıxmasaya dedim maşınlar. Yəni, əl çəksinlər məndən, əl çəkməklər, düşürdülər, gəlirlər. Siz həmin zaman tutmalar arxasına, qapını açıb tutmalar arxasına getirdiniz, yoxsa necə? Həmin zaman qapını açanda, qapı o üzərimə gəldi, sarı görməyəcək. İstərsiniz, əlim bu vəziyyətdə idi. Özü sağa girdi, yəni bu vəziyyətdə. Sonra qəsdiniz oldu. Sonra şahid ifadələrində bildirilənə görə onlar səni görüb belə bir şey başlayıb. Bəli, sonra yəni Hansı istiqamətdə səni buradan yerləşdirir? burada ayrıldılar, polislə başa çıxar gəldi, Hansı istiqamətdə döyüldülər? Necə döyüldülər? Kimlər vurdu səni? Harada yanlış, zəhmət olmasın? Mənim saman çam oldu, başımdan böyle bir istəyam almışam. Hava zəngini başımdan Hatırlanmışsın. Hal-hazırda yerdə qan ləkələri, bu qan ləkələri həmin hadisəyə yəni mən əlim bu vəziyyətdəydim. hansı istiqamətdə göstərə bilərsin? Yəni qapısını atan üstümə gəldi, əlim bu vəziyyətdəydi. O da bıçağın üstündən qaçdı, bıçaq istəmədən sürətlə ona dayandı. Həmin zaman bıçaq yerə düşmüşdü onun üzərində, yoxsa Üzərində bədən nahiyəsində idi. O vəziyyətdə də maşına əyləşdi. Şahid Elmar Məlikzadə ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olub. Pünhan Fərzallı onun köhnə iş yoldaşı idi. Martın 12-sində axşam görüşərkən Pünhanın gözlərində xəsarət izləri olduğunu görüb səbəbini soruşduqda, o işlədiyi çörək sexində Şahlar adlı bir nəfərlə dalaşdığını deyib. Yaxın günlərdə onunla yenidən görüşüb dava edəcəyini söyləyib. Martın 14-də səhər Pünhan zəng vurub onu Badamdar qəsəbəsində yerləşən özəl klinikaya aparmasını deyib. Xəstəxanadan yoldaşını, anasını və uşağını götürüb yaşadıkları 4-cü mikrorayona aparıb düşürüb. Təxminən 2 saatdan sonra zəng edən Pünhan 20 yanvar metrosunun yanında Şahlarla görüşüb dava edəcəyini bildirib. Qaraqarayev metrosunun yanından Pünhanın Coşqun və Cavid adlı qohumlarını götürəndən sonra 20 yanvar metrosuna doğru hərəkət ediblər. Metroya biraz qalmış, Coşqun və Cavid düşüblər. Pünhan onlara maşını izləməsini deyib. Cavidlə Coşqunu düşürən zaman Pünhanın digər qohumu Elvinin də ora gəldiyini görüb. Restoranın qarşısında orta boylu, saqqallı bir oğlan arxa qapını açıb maşına əyləşib. Geri dönərək Tbilisi prospekti ilə avtomobili idarə edib. Yol boyu Pünhanla Şahlar mübahisə ediblər. Sonra Şahlar ardınca da Pünhan maşından düşüblər. Avtomobili saxlayaraq kənardan onlara baxıb. Bu vaxt Pünhanın qohumları da yanına gəlib. Davanın başlamasını görüb, Pünhanın əmisi uşaqları ilə birlikdə Şahların üzərinə qaçaraq dayanmadan ona yumruq və təpi ilə zərbələr endiriblər. Pünhan cibindən çıxardığı bıçaqla Şahlara tərəf 1-2 zərbə atıb. Şahların əli ilə qulağını tutmasını və qan axmasını görüb. Sonra Pünhan bıçağı yerə tullayıb. Şahları döyüb taqətsiz hala saldıqdan sonra hadisə yerindən uzaqlaşmaqdan ötürü avtomobilə tərəf gediblər. Mühərriki işə salanda Şahlar əlində bıçaqla sağ tərəfdən yaxınlaşıb qapını cızıb. Daha sonra qapını açaraq bıçaqla Pünhana zərbələr vurub. Bıçaq tanışının döş qəfəsinə sancılmış vəziyyətdə qalıb. Onlar maşından düşüb yenidən Şahları döyüblər. Bıçağı Pünhanın sinəsindən çıxaranda özünün baş barmağı kəsilib. Dərhal maşını yaxınlıqda yerləşən diaqnostika mərkəzinə sürüb. Qohumları ilə köməkləşib Pünhanı təcili yardım şöbəsinə aparıblar. Bir müddətdən sonra polis əməkdaşı zəng edərək 27-ci şöbəyə gəlməsini deyib. Məhkəmə prosesi hakim Samir Əliyevin sədrliyi ilə başlayıb. Amma 2025-ci ilin may ayında hakimin vəfatı ilə əlaqədar məhkəmə istintaqı yekunlaşmayıb. Bu səbəbdən cinayət işi hakim Aygün Qurbanovanın icraatına verilib. Ağayev Şahlar Şakiroğlu, anket məlumatlarınızı dəqiqləşdirək. Harada neçənci ildə doğulmusunuz? 1999 yanvarın 1-ci Cəlilabad rayonunda doğulmusunuz? Bəli.
təhsiliniz? Orta. Harada işləyirsiniz? Çörək Əvvələ məktubunuz olub, harada qeydiyyatdasınız? doğulduğum yerdə, Cəvabı Təpəkən. Hazırda Bakısında vəzifəsində saxlanılırsınız. Uşağınız var? Əliliyiniz yoxdur? Vəsatət yoxdur hazırki mərhələdə? Xeyr. Bildiyiniz kimi məhkəmə tərkib dəyişib, bu səbəbdən də məhkəmə istintaq əvvəldən başlanmalı, cinayət prosesi olunacaq, 308 maddəsinin tələblərini uyğunlar. Ona görə də buyurun, dövlət ittihamçısı, məhkəmə istintaqı başlandı, buyurun ittihamı elan edin. Qisas almaq niyyətilə qəsdən adam öldürmüş, yəni digər şəxs qəsdən öldürmüş. Belə ki, oralarında bağlanmış əmək ilavəsi əsasən Sabah rayonu ərazisində yerləşmək güclərək və digər qulun məlumatların alınmasıyla məşğul olan AliExpress, yəni məsul məsuliyyəti səviyyətində törətici kimi işləyərkən 12 mart 2024-cü il tarixdə onunla həmin müəssisədə birgə işləyən 11 mart 1992-ci il təvəllüdlü himayəsində azyaşlı uşaq olmaqla evli Fərzallı Pünhan Tofiq oğlu ilə iş vaxtı aralarında yaranmış mübahisə zamanı sonuncunun göz nahiyəsinə yumruq zərbəsi vurmuş. Bundan xəbər tutan müəssisənin rəhbərlik tərəfindən bir daha mübahisə etməmələri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq Pünhan Fərzallı bununla kifayətlənməyib, aralarında olan mübahisəni aydınlaşdırmaq məqsədi ilə onun şəhərin Nizami rayonu ərazisində Qaraqaray metro stansiyasının yaxınlığında görüşə çağırmış. Lakin həmin ərazi ona uzaq olduğundan yaşadığı ünvana daha yaxın olan Yasamal rayonu ərazisində yerləşən Ləvəngi restoranının qarşısında görüşməyi təklif edib 14 mart 2024-cü tarixdə saat 13 saatlərində həmin yerdə görüşmələrini razılaşdırmış. Qeyd edilən tarixdə və vaxtda tək həmin ünvana gələrək Pünhan Fərzallını gözləmiş. Pünhan Fərzalı isə görüş barədə yaxın münasibətlərdə olduğu Məlikzadə Elmar İlhamoğlu və qohumları Fərzəlizadə Cavid Mahiroğlu, Fərzəlizadə Elvin Tarverdoğlu və Fərzəlizadə Coşqun Mahiroğlu'na məlumat verərək 14 mart 2024-cü il tarixdə saat 10 saatlərində Elmar Məlikzadənin idarə etdiyi Toyota Prius markalı maşından düşmüşdən sonra söhbətə başlayıb. 2 gün əvvəl baş vermiş mübahisədə kimin haqlı olduğunu aydınlaşdırarkən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhkum etmə 9 ildən 14 ilə qədər müddətli azadlıqla məhkəmə cəzasına səbəb edilir. Məhkəmə sizə bildirir ki, siz ibtidai istintaq dövründə verdiyiniz ifadəyə bağlı deyilsiniz. Məhkəmə istintaqı zamanı sizə verilən suallarınız məhkəmə bilginiz var və imtina sizin əleyhinizə şərh oluna bilməz. Verilmiş ittiham üzrə özünüzü təqsirli bilirsiniz? Xeyr. Özümü qismən təqsirli bilirəm. Qismən təqsirli bilirsiniz. Şahlar Ağayev bildirib ki, bu hadisə məqsədsiz şəkildə baş verib. Tamah məqsədi mərhumla aralarında pul mübahisəsi və ya düşmənçiliyi olmayıb ki, burada söhbət qəsdən adam öldürmədən geçsin. Boş söhbətə görə yaranan mübahisə təəssüf ki, faciə ilə nəticələnib. Pünhan Fərzallı digər şəxslərin yanında onu təhqir edərək şəxsiyyətini alçaltıb. Həmin ifadələri məhkəmə zalında söyləmək istəmir. Yəqin ki, hər kəs onu başa düşür. Zərər çəkmiş şəxsin hüquqi varisi Tofiq Fərzalıyev ifadəsində göstərib ki, hadisədən 4 ay əvvəl Pünhanın övladı dünyaya gəlib. Martın 12-sində axşam Pünhan ona işdə baş vermiş hadisəni danışıb. Oğlunun bıçaqlanması haqqında zəng edib qardaşı oğlu Cavid xəbər verib. Təqsirləndirilən şəxs yalan danışır. Onun oğlunda bıçaq olmayıb. Hadisədən sonra Şahlar Ağayevin qohumları üzrxahlıq etməyiblər. Ondan şikayətçidir. Məhkəmədə sənədlərin tədqiqi zamanı məlum olub ki, sözügedən cinayət işindən fakta görə Cinayət Məcəlləsinin 221.2.1-ci xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ayrılmış cinayət işi üzrə Coşqun, Cavid və Elvin Fərzalızadə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub. Prokuror Şahlar Ağayevə 12 il cəza təyin edilməsini istəyib. Məhkəmə hesab edib ki, Şahlar Ağayev cinayət əməlini zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermiş güclü ruhi həyəcan, yəni affekt vəziyyətində törədib. Məhkəmə şahid qismində dindirilmiş Cavid, Elvin və Coşqun Fərzalzadənin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli məzmunlu ifadələrinə tənqidi yanaşaraq, onları işin hallarına uyğun olmayan və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirib. Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Şahlar Ağayevin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə tövsif edilib. Ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.
2026-cı il yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Şahlar Ağayev 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmü qəbul edirsən.